fəaliyyətinin normal olmaması, düşüncələrdə dalğalanmalar, müxtəlif neyrodegenerativ risklər, yəni sinir sistemini sıradan çıxaran, sinir sisteminin toxumasını məhv edən proseslər ortaya çıxa bilər. Daha sonra və təbii ki, bir də baş ağrılarına da təbii ki, səbəb olur. Ağciyər sistemi, nəfəs yolu ilə də bu mikroplastiklər bizim ağciyərimizə gedir. Bədənin müxtəlif yerlərində allergik reaksiya yaratdığı kimi, ağciyər və bronx sistemimizdə də allergik reaksiya yaradır və bu da yenə nəticədə asma xəstəliyinin, nəfəs darlığının artması ilə nəticələnir. Və bu mikroplastik hissəciklər qan vasitəsilə qaraciyərdə gedir, çatır. Qaraciyərində funksiyalarının pozulmasına səbəb olur. Qaraciyərdə də yenə başqa destruktiv proseslərin, yəni toxumanın funksiyasının get-gedə pozulub dağılması ilə nəticələnən proseslərin yaranmasına gətirib çıxarır. Gördüyümüz kimi bu müəyyən şirkətlərin bizə geri dönüşdürülmüş adı ilə satdığı, bəlkə də kimlər üçünsə bu ideyanı kəşf edən insan üçün böyük bir